Bu günlərim gəlmişik laboratoriyaya. Demək, alüminiumun sərtliyini ölçən Leopardmes cihazıdır. Bu cihaz vasitəsilə Azərbaycanda olan alüminium qap pəncərə profilləri var. Türkiyə istehsal olan profillərdir hər biri. 5 profilin 5-i də. Bunları yoxlayacaq ki, ən sərt olan alüminiumun sərtliyi hansıdır? Onu sizə təqdim edəcək. Elmi bəy də bizə yardımcı olacaq. Yaxın gəlin istəyirsiniz. Burada sərtliyin bunu yoxlamaq üçün özünün şablonu var. O şablon vasitəsilə yoxlayacaq. Standartı nə qədərsə onu göstərəcək. Standartda 791 göstərir burada. Fikir verin. 791. İndi dəmiri yoxlayaq. Görək nə qədərdir. Ondan sonra keçək profillərimizi yoxlamadan. Biz hər zaman deyirik ki, alüminiumun sərtliyi möhkəm olmalıdır ki, profilin sərtliyi möhkəm olmalıdır ki, aksesuarlar ona bağlanan zaman 788. 791 standart değil. 3 xətayla verdi. Ölçmə qarşısında ortalaması 785 xətayla. Aydın. 790. Avadanlığımız, cihazımız yerindədir. Və burada biz yalnız astal profilin, bax bu astal profilidir və digər profillərin biz üst qabıqların soymuşuq, arxasında bandı var. Sadəcə onların nümayəndələri burada olmadığına görə onların profillərini pisləməyək deyə biz onların bandların, adları yazılan bandların soymuşuq. Sadəcə bizə maraqlıdır ki, bu günlərim Azərbaycanda olan alüminium profillərinin hansı daha sərtdir alüminiumun. Çünki profilin keyfiyyəti onun üzərinə vurulan boyanın keyfiyyətidir, əsas detallardan biri. Bir də alüminiumun öz sərtliyidir. Keçən səfər çəkilişdə demişdik ki, profilin üzərinə vurulan kraskanın azlığı 60-80 mikron daxili məkanlarda olacaq, 80-120 xarici məkanlarda olan zaman profilin üzərində mütləq şəkildə 80-120 mikron olmalıdır ki, xarici mühitin təsiri altında alüminium korroziyaya uğramasın. Və ikinci detalımızda alüminiumun sərtliyidir. İndi sərtliyini də yoxlayırıq ki, alüminiumun sərtliyi də onun üçün lazımdır ki, alüminium profilinin üzərinə hər hansı bir aksesuarları bağladığımız zaman, şurupu bağladığımız zaman şurup alüminiumu sarbat eləməsin. Onun üçün sərtliyi lazımdır ki, aksesuar bunun üzərinə tam möhkəm şəkildə bağlantısı olsun. İndi başlayırıq. Türkiyə istehsalı bir yazılan. 3 dəfə vuracaq, orta rəqəmini çıxardacaq. İndi biz bunu testini də belə qoyaq, hamı görsün. 476 483 447. Orta rəqəm ilədir 468. Bu belə. Bu Türkiyə istehsalı olan bir profilin qalınlığıydı. Keçirik ikinci profilə. 441 426 407. Bu da verdi 425. Doldu. Keçirik Türkiyə istehsalı 3. Burada dediyim kimi Türkiyənin ən premium, bazarda, Azərbaycan bazarında ən çox tanınmış profillərindən gedir söhbət. Ən tanınmış. Yəni daima hamıda istifadə elədiyi profillərdəndir. 439. Bu da özündən deyən profil idi. Gəldik Tureçki 4-ə. Hamısı eloksal boyalıydı və hamısının qalınlığı da biz eloksal boya götürdük ki, boya minimum olsun. 382. İstəyirsiniz bunu təzdən yoxlayaq. Nəsə o boşluğa düşdü elə bil ki.
362. Ne bakın? 440. 372. Bu da geldi 372. İndi başlayırıq Astal brendinin. Bax bizim arxada loqomuz var. Bu özümüzünkidir deyə bunu göstərirəm ki, insanlar da bilsin ki, bu bizim təqdim elədiyimiz Türkiyənin premium klass olan profilinin sərtliyin ölçülüyündür. 512 460 531. Sərtlik fikir verdiniz ki 500 1'dir. Yəni biz dildə də deməklə deyil ki, premium klassdır və kraskasında da göstərmişdik ki, 80-120 arasında ən qalın vurulan kraska 120 astaldaydı. Sərtlikdə də fikir verirsiniz. Hamısını sizin yanınızda test elədik və kalibrofka elədik. Ondan sonra sərtliklərini yoxladıq ki, Azərbaycanda olan, özündən deyən, yəni deyək ki, daimi istifadə olunan bu günlərin 5 dənə, 6 dənə profil varsa, onların hamısının sərtliyini yoxladıq və ən yüksəyi Astal brendinin profili oldu ki, bunu da demişdik ki, çəkib sizlə paylaşacaq. Siz də özünüz də görəcəksiniz ki, biz hər zaman insanlara həm maarifləndirici videolar çəkirik, həm də insanlara yüksək keyfiyyətli, peşəkar bir komanda ilə daimi xidmətlərində olduğunu vurğulamışıq və bu da onun bir nümunəsidir ki, biz dediklərimizin hamısını sizə çəkib təqdim edirik. Təşəkkür edirik.